Kompüter nədir? Kompüter informasiyanın avtomatik emal olunması üçün elektron qurğular kompleksidir. Hesablayıcı deməkdir. Bəs elektron hesablama maşınları və onların yaranma tarixi barədə nə bilirsiniz? İlk hesablama vasitəsi olaraq insanlar saymaq üçün nədən istifadə ediblər? İndi diqqətlə dinləyin. İlk hesablama vasitəsi olaraq insanlar saymaq üçün eyni tipli əşyalardan istifadə etmişlər. Barmaqlar, daşlar, divarda çəkilən xətlər, düyünlər, taxta və ağaclar üzərində çapıqlar və s. İlk hesablayıcı maşın kimi Romada əlin barmaqlarından istifadə edilmişdir. Sonradan isə bu məqsədlə daşlardan istifadə etməyə başlamışlar. Bizim eradan əvvəl 5-ci, 4-cü əsrlərdə ən qədim hesablama vasitəsi Yunanlıların Abak adlandırdığı salamin lövhəsi yaradılmışdır. Müxtəlif ölkələrdə bu qurğu müxtəlif cür adlandırılırdı. Abakdan sonra ehimlərin inkişaf mərhələsi mexaniki tipli saatlar, kodlaşma ilə işləyən hesablayıcı qurğular və s. davam etdirmişdir. Kompüter texnikasının yaranma tarixi proqramla idarə olunan ilk universal kompüterin yaradıldığı vaxtdan başlanır. Yəni 1946-cı ildən. Bundan xeyli əvvəl isə hesab əməllərinin yerinə yetirilməsi üçün texniki və elektrotexniki qurğular yaradılmışdır. İlk dəfə olaraq məşhur fransız alimi Blaise Pascal 1642-ci ildə onluq ədədləri toplayan cəmləyici maşın hazırlamışdır. 1673-cü ildə Wilhelm Leibniz hesab əməllərini yerinə yetirən mexaniki aritmometr yaratmışdır. 19-cu əsrdən başlayaraq aritmometrlərdən geniş istifadə olunmağa başlandı. 1830-cu ildə İngilis riyaziyyatçısı Charles Babbage proqramla işləyən, yəni insanın iştirakı olmadan hesablama aparan hesablama maşını, analitik maşın yaratmağa cəhd göstərdi. Maşına proqram perfokartlardan daxil edilməli, verilənlər hesablamaların nəticələri isə ambarda, yəni yaddaşda saxlanmalı idi. Lakin o vaxt texnikanın səviyyəsi bu cür mürəkkəb maşını yaratmağa imkan vermədi. Babbage'in fikirləri sonradan universal kompüterlərin yaradılmasının əsasını qoydu. Maşının sxeminin hazırlanması zamanı Babbage Ada Lovelace kömək olmuşdur. İlk dəfə olaraq bu qadın proqramlaşdırmanın nəzəri əsaslarını vermişdir və o tarixə ilk proqramçı olaraq düşmüşdür. Yaddaşla və proqramla idarə olunan universal kompüterlərin yaradılmasının nəzəri əsasları 1930-cu ildə Turing və Post tərəfindən inkişaf etdirildi. Turing daha sonralar 2-ci Dünya müharibəsi zamanı öz yaratdığı maşını ilə Alman Enigma maşınının kod sistemini sındırmağa nail olmuşdur. Proqramla idarə olunan və ikilik say sistemi əsasında işləyən ilk kompüterin yaradıcısı Alman alimi Konrad Zuse hesab olunur. Tələbə ikən Zuse Charles Babbage'in analitik maşınına oxşar qurğunun yaradılması işlərinə başladı. Onun Z1 adlandırdığı maşın verilənlərin idarə edilməsi üçün klaviaturaya malik idi. Hesablamaların nəticəsi kiçik lampalardan qurulmuş paneldə əks olunurdu. 1943-cü ildə Babbage'in layihəsi əsasında Amerika alimləri John von Neumann, Goldstein və Beris müasir kompüterlərin iş prinsipini, yəni arxitekturasını vermişdilər. Bu nəzəri əsasların praktiki reallaşdırılması isə ilk dəfə olaraq 1946-cı ildə ABŞ-da elektron lampalı elementlərdə qurulan ENIAC adlı universal kompüterin yaradılması ilə həyata keçirildi. Quraşdırılmasına təxminən $500 milyon sərf olunan bu kompüterin çəkisi 28 ton idi və 140 kilovat enerji tələb edirdi. Bu zamandan etibarən kompüter texnikası yüksək sürətlə inkişaf etmiş, yeni hesablama qurğuları yaradılıb, inkişaf etmişdir. Ona görə də məhz 1946-cı il müasir kompüter texnikasının yaranma tarixi hesab
olunur.